Netflix'in yaranma hekayəsinin bir cəlmə kağızı ilə başladığını bilirdiniz? 1997-ci ildə Reed Hastings adlı bir sahibkar Apollo 13 filmini Blockbuster'dan kiraya götürdü. Filmi vaxtında qaytarmadığı üçün $40 cərimə ödəməli oldu. Və o an düşündü, niyə insanlar film izləmək üçün belə əziyyət çəkməlidir? Həmin ideya onun dostu Mark Randolph ilə birgə internet üzərindən DVD kirayəsi xidməti yaratmağa vadar etdi və ad verdilər Netflix. İlk illərdə insanlar veb saytdan DVD sifariş edir, Netflix'e onu poçtla çatdırılma edirdi. Hətta geri qaytarılması da pulsuz idi. 2007-ci ildə isə inqilab baş verdi. Netflix streaming, yəni onlayn izləmə xidmətini istifadəyə verdi. Artıq disklərə ehtiyac yox idi. Sadəcə bir kliklə film ekrandaydı. Sonrakı illərdə Netflix təkcə filmləri yayımlamaqla kifayətlənmədi. Öz orijinal serial və filmlərini çəkməyə başladı. House of Cards, Stranger Things, The Crown və daha yüzlərlə hit. Bugün Netflix 190-dan çox ölkədə fəaliyyət göstərən dünyanın ən böyük film platformasıdır.